Salam əziz dostlar. Sual verə bilərlər ki, Allahın əli, ayağı, Allahın bədən üzvləri Allahın zatının eynidir. Bəs biz onu bizim əlimiz kimi, nə bilim, ayağımız kimi təsəvvür eləmirik. Özünə aid olan bir şeydir. Bu yaxşı sualdır. Amma əslində bu sözü deyənlər bu fikirlə güya Allahı bədən hissələrinə malik etdiklərini inkar edirlər. Amma əslində Allahı maddiləşdirirlər. Yəni Allahı məxluq kimi düşünürlər. Həm əqli baxımdan, həm nəqli baxımdan bu batildir, həm də təhlükəli bir fikirdir. Birincisi, zat ilə maddi üzvlər eyni ola bilməz. Zat ilə maddi üzvlər eyni ola bilməz. Zat dedikdə varlığın mahiyyəti nəzərdə tutulur. Əgər əl, ayaq, üz zatın bir hissəsidirsə, bu o deməkdir ki, zat müxtəlif hissələrdən ibarətdir. Amma bu təcəzzini tələb edir, bölünməni. Bir varlığın hissələri olması onun bölünməsini tələb edir. Halbuki Allah vahiddir, əhədiyyət məqamına sahibdir, yəni hissələrdən ibarət deyil, bölünməzdir. Bütün hissə və hüdudlardan pak və münezzəhdir. Əgər bir varlıq hissələrdən ibarətdirsə, deməli o sonradan düzəlmədir, sonradan yaranmadır və ona heç bir başlanğıc, ona bir başlanğıc lazımdır. Amma Allah hər şeyin başlanğıcıdır. Bu isə artıq Allah deyil, yaradılmış bir varlıq olacaq. Bu barədə Qur'an-ı Kərim 2 dənə ayə deyir. Biri budur ki, leysə kəmislihi şey, Allahın bənzəri yoxdur. Və ləm yəkulləhu kufuvan əhəd, Allahın misli yoxdur, tayı bərabəri yoxdur. Bu ayələr açıq-aşkar bildirir ki, Allah məxluqlara bənzəməz. Əl, üz, ayaq, bu kimi sifətləri maddi mənada başa düşmək təcsimdir və təşbihdir. Allahı cisimləşdirməkdir və Allahı nəyəsə oxşatmaqdır. Öz məxluqlarına oxşatmaqdır. Bu da tövhidə ziddir. Yekun, Allahın bədən üzvləri zatının bir hissəsidir demək, Allahı hissələrə bölməkdir, bədəni ona nisbət verməkdir və təcsimə düşməkdir, Allahı cism hesab eləməkdir. Bu isə həm əqli, həm də nəqli baxımdan küfrə qədər gedib çata biləcək bir batil inancdır. Allah zatı ilə tək, hissəsiz, bənzərsiz və cisimlərdən münezzəhdir. Sağ olun.